Bugün Cəllabad simaları rubrikasında haqqında danışacağımız şəxs isə taleyi ilə bütöv bir dövrün ağrı acısını öz həyatında yaşayan, ömrünün böyük hissəsini övlad həsrəti ilə keçirən, eyni zamanda kəndinin tanınmış ziyalılarından və ağsaqqallarından biri olan Kərbəlayı Molla Əşrəfdir. Kərbəlayı Molla Əşrəf 1898-ci ildə Cəllabad rayonunun Adnalı kəndində anadan olub. İlk təhsilini Təbrizdəki tələbə mədrəsəsində alıb. Daha sonra kənddə yaxın dostu olan Şeyx Əli Məhəmmədin yanında dini və dünyəvi biliklər əldə edərək dünyagörüşünü və elmi biliklərini daha da genişləndirib. O, dövrünün savadlı və hörmətli şəxslərindən biri kimi tanınıb. Kənd sakinləri onun məsləhətlərinə böyük dəyər verir, müxtəlif məsələlərlə bağlı ona müraciət edirdilər. Lakin onun həyatında elə bir faciə yaşanıb ki, bunu yalnız bir ailənin deyil, bütöv bir dövrün faciəsi adlandırmaq olar. 1928-ci ildə Sovet hakimiyyətinin apardığı siyasət və ağır sosial-iqtisadi vəziyyət səbəbindən Kərbəlayı Molla Əşrəf həyat yoldaşını və bir oğlunu götürərək Cənubi Azərbaycana, Germi şəhərinin Şahtəpəsi kəndinə köçmək qərarına gəlir. Həmin dövrdə sərhəd rejimi indiki qədər sərt olmadığından insanlar Arazın hər iki sahili arasında daha rahat hərəkət edə və köç edə bilirdilər. Kərbəlayı Molla Əşrəfin burada daha iki övladı, bir oğlu və bir qızı dünyaya gəlir. O, ara-sıra doğulduğu kəndə Adnalı kəndi ilə əlaqəsini kəsmirdi. Lakin günlərin birində sərhəddən keçib geri qayıdarkən Bolşevik ordusunun əskərləri tərəfindən tutulur və məhkəmənin qərarı ilə həbs edilir. Kərbəlayı Molla Əşrəf Rusiyanın Murmansk vilayətində cəza çəkmək şərti ilə 3 il həbs cəzasına məhkum olunur. Həbsdən azad edilsə də artıq vəziyyət tamamilə dəyişmişdi. Sovet İttifaqı ilə İran arasında sərhəd xətti möhkəmləndirilmiş, sərhəd keçidləri ciddi şəkildə məhdudlaşdırılmışdı. Beləliklə, Kərbəlayı Molla Əşrəf həyat yoldaşından və 3 övladından ayrı düşür. Bir ata üçün bundan böyük faciə təsəvvür etmək çətindir. İllər bir-birini əvəz edir, lakin Kərbəlayı Molla Əşrəf övladlarına olan ümidini heç vaxt itirmir. O, uzun illər ailəsinin həsrəti ilə yaşayır. Tənha qalmasına baxmayaraq, qəlbində bir gün övladlarına qovuşacağı ümidi yaşayır. Sonralar o, ikinci dəfə ailə qurur və bir oğlu dünyaya gəlir. Lakin ilk ailəsindən ayrılıq onun həyatının ən ağır yarası olaraq qalır. Nəhayət, 1990-cı ildə sərhədlərin açılması ilə uzun illər davam edən ayrılığın sonuna yaxınlaşılır. Kərbəlayı Molla Əşrəf artıq yaşlı bir insan olsa da, illərlə dua etdiyi, yolunu gözlədiyi övladlarını görmək saadətinə qovuşur. Bu görüş onun ömrünün ən unudulmaz anlarından birinə çevrilir. Lakin bu qovuşma çox uzun çəkmir. Övladları ilə görüşdən bir müddət sonra 1990-cı ilin oktyabr ayında Kərbəlayı Molla Əşrəf dünyasını dəyişir. O, geridə yalnız bir ailə tarixini deyil, bütöv bir dövrün yaddaşını qoyub gedir. Kərbəlayı Molla Əşrəf savadı, ağsaqqallığı, xeyriyyəçiliyi və insanlar arasında barış yaratmaq bacarığı ilə Adnalı kəndinin yaddaşında iz qoymuş şəxslərdən biri olub. Onun həyat hekayəsi bizə göstərir ki, tarix yalnız böyük hadisələrdən və siyasi qərarlardan ibarət deyil. Tarix həm də sərhədlər üzündən, övladından ayrı düşən ataların, illərlə doğmalarının yolunu gözləyən insanların və bir ömür boyu qovuşmaq ümidi ilə yaşayan ailələrin taleyidir. Kərbəlayı Molla Əşrəfin həyat hekayəsi Cəllabad tarixinin unudulmamalı səhifələrindən biridir.